Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Uzun fasilədən sonra bu məlum istirahət günləri ilə bağlı, həm də milli ara olduğu deyə biraz dinlənmə modunda türklər demiş getdik. Ümid edirəm ki, siz də yaxşı istirahət eləmisiniz. Telegramda yaxşı işlər gördük. Şəxsən mən razıyam. İnşallah siz də razısınız. Yəni Telegramımızın linki aşağıdadır. Hardasa belə riskli seçimləri nəzərə almasaq, belə böyük ölçüdə məncə full getdik hardasa. Seriyamız da var, maşallah olsun. Görək hara qədər gedəcək, necə gedəcək. Amma hər bir şeydən önəmli təbii ki, sizin analizlərinizi. Bunu hər dəfə deyirəm. YouTube-umu izləyirsiniz, TikTok-u da izləyirsiniz, əminəm və Telegramı dedim, saytımızı da izləməyi tövsiyə edirəm. Dünən məsələn bir dənə dəqiq hesab gəldi, Leverkusenin oyunu. Digərlərinin ana xətti düz idi. Oyun da az idi zaten dünən. Məsələn, Benfica'ya 1-3 vermişdik, 0-3 oldu. Əslində orada 0-3 və 1-3 var idi. 1-3 kimi görürdüm oyunu, ona görə o seçim eləmişdim. Bu saytımızla bağlı statistika da yaxşı getdi. Statistikalar sığortalayırıq. Bəzən bugün də yerləşdirmişəm statistikaları. XG gözləntilərində kuponlar da olacaq, görək. Və VIP qrupu nömrəsi aşağıdadır. Orada da yəni gedişat, yəni VIP qrup üzvlərinin özlərinin təbirincə desək, abi yatdı, tutdu, fərqi yoxdur. Heç nə paylaşma, xahiş edirik səndən. Mən də deyirəm baş üstə, yaxşı. Paylaşmıram. Yəni onlar mənim müştərilərimdir, patronlarımdır. Onların da belə deyək də sözü mənim üçün önəmlidir. Belə dostlar, uzatmadan hamıya bol şans. Ən əsas sizin analizlərinizdir. Bütün dünyanın oynayacağı oyunları oynamağa məcbur deyilik. Xüsusilə də bugün derbi var. Mən o derbi ilə bağlı çox şey demək istəmirəm. Zaten hər şey izləyirsiniz. Belə. Başlayaq dostlar. Bəzi oyunlar var ki, sadəcə pas verəcəm. Siz özünüz onu gözəl şəkildə sığortalayarsınız. Bəzi yerlərdə statistikalarla davranacağıq, amma həmin oyunlara əmsallardan da nəsə çıxır, onu deməyə məcburam. İstəyir, məsələn deyirəm, 6+ çıxsın, amma oyun 0-0 qutarsın. Bu əmsallar necə işləyir? Ən azı VIP qrup əhli bilir. Bəzi liqalar var ki, o sizin təbirinizcə desək, ora əmsal analizi, siz də mənə bağışlayın, böyüklərindən üzr istəyirəm, xanımlar izləyirsə, onlardan da üzr istəyirəm. Ora əmsal analizi girmir o liqalara. Okey, belə. Getdik dostlar. İngiltərədə bugün FA Cup-dır bilirsiniz. Burada Fulham Crystal Palace oyunu ilə bağlı belə bir metrika var, amma o bizə nə əmsal baxımından, nə ümumiyyətlə heç nə vermir. Sadəcə canlı pas olaraq istəsəz dəyərləndirə bilərsiniz. Belə onun əmsallarını mən bilmirəm, baxa bilmədim. Crystal Palace-ın 8 oyununun hamısı, son 8 oyunun hamısında ikinci hissədə qol olub. Əla, fıskırıq. Yəni sadəcə dedim də, canlıdan bəlkə də izlədiniz. 0-0 gedir oyun. İkinci hissədə qolunu şişirdib götürə bilərsiniz. Məsələn, belə bir şey. Ortalığa ata bilərsiniz. 18:00-da, baxın, Sivassporun oyununa net bir şey çıxır burada. Yazdım kənara, hətta 2 dənə oyun çıxdı, ikisi də Türkiyə Süper Liqasından. Bu il. Amma dəyməyəcəm. Allah eşqinə. Rıza Çalınbay da gəlib, və və axır, okey, eyvallah, oxşadıram. Amma dəyməyəcəm. Türkiyə Liqasından bağlı buradayım. Dəfələrlə olub ki, demişəm ki, ideal çıxıb. Türkiyə Liqasıdır falan, kimsə götürüb kuponuna soxub, zırıltı bir kupon, sırf həmin oyun uzbatından gəlməyib, ona görə də dəyməyəcəm. Como Empoli oyunu ilə bağlı burada maraqlı bir söhbət eləyə bilərik əslində. Deməli, Empoli'nin səfər oyunlarında, hətta Juventus'dan oyunda, həm kubok, həm liga oyununda, seriya oyununda maraqlı bir metrika vermişdim ki, Empoli'nin vurduğu qolların az qala 90%-i səfərdə vurulub. Özünüz açıb baxa bilərsiniz də buna. İndi həmin dövrdən bu vaxtda çox şey dəyişməyib məncə. Empoli'də gedir də, yəni öz xoduna gedir. Como'nu da zaten tanıyırsınız. Fabregas monster yaradıb. O yazıda keçən dəfə sizə bir oyuncu demişdim. Asane Diao. Adam hoqqa verir. Burada əmsallardan da bir şey çıxır. Gəlin bunu ümumi 2 yerə bölək. Hətta mən təklif edirəm ki, fərqli 2 kupona da bunu əlavə eləmək olar. Empoli'nin bu oyundan dolayı ki, vurduğu qolların əksəriyyətini, hətta time'da vurur əksər hallarda səfərdə. Bu da elə belə beyninizin bir köşəsində yazın qırağa. Bu okey, bu bugünkü metrika deyil, bunu metrika kimi önə atmayıblar bugün, amma mənim yadımda qalandı, daimi izləyicilərimiz, saytımızın daimi izləyiciləri bunu bilirlər. Bunu qoyduq bir kənara. Bu 2 dənə oyun çıxdı. Düzdür, A seriyasının oyunu deyil. Bu A seriyasının oyunu olsaydı mən rahatlıqla burada çıxıb deyə bilərəm ki, belədir. Amma məsələn milli arada da bizdə olub ki, o gün 4 dənə dəqiq hesab verdim, ikisi gəldi. Məsələn, Misir 1-0, Qazaxstan 0-2. Digərləri məsələn, biri yoldaşlıq oyunuydu da, bizim millimiz 2-1 çıxırdı, 0-2 qutardı. Məsələn, Rusiyaya 4-0 çıxırdı, bilmirəm 4-0 qutardı, neçə qutardı?
Deyəsən elə 4-0 qutardı. Çıxırsa oynamaq olar da. Məsələn, həm də oxşadırıq axı bunu. Mən beynimdə zaten bu oyunu oynamışdım, bəzi şeyləri metqalamışdım, necə deyirlər. Mən 2-dən oyun çıxdı, ikisi də 2-1. Mən də bu oyunu 2-1-ə oxşadıram açığı. Como, belə deyək də, o xarakter hesabına bu oyunu uda bilər. Como'nun 2 topu 1.64 əmsaldır. Empoli'nin 1 topu 1.52 əmsaldır. Hansını istəyirsiniz istifadə edə bilərsiniz? Bunlar ikisi də eyni qapıya açılır əslində. 2-1, düzdürmü? Bilməm, paralel də orada gedir, deməli, Verona, Venetsiya, Bologna oyunu. Bu da bizim dünən məsələn bir qrupdan bir üzvümüz yazıb. Abilər, unutmayaq, sabah Augsburgumuz oynayır. Məsələn, Freiburgu tutduq, sonra kim var idi bizdə? Börünlü, sizinlə də bölüşəndə belə şeyləri. Venetsiyanın da saytımızın yenə də daimi izləyiciləri bunu həmişə izləyirlər və bilirlər. Bu metrikalardan bir izləyicimiz yazmışdı, keçən dəfə demişdim. Bugün qazanmaya bilərik, amma uzun müddətli periodda bunların çörəyini yeyirik. Həqiqətən də elədir. O söz ağlıma batmışdı o vaxtı. Venetsiya, açın baxın, neçə oyunda birinci hissədə qol buraxmır. Napoli'nin oyunu da elə oldu, yazıda 0-0 oldu. Mən sadəcə ona əsasən ən çox qol Napoli'nin özü ikinci time götürmüşdüm. Oyun ümumiyyətlə 0-0 qutardı. Bu seriyanın qırılmasını gözləmək olar. Düzdür, Misridə 1.31'dir bunun əmsalı. Topozda bu əmsallar yuxarı olur, 1.40'a yaxın olur, hətta 1.40'dan yuxarı olur. Time'da 1 qol. Nə ilə kombinləyə bilərik? Dərhal onda deyim ki, sonra fikrim yayınmasın. Məsələn, deyirik də Hoffenheim Augsburg'la oynayır bugün. Orada yeri gəlmişkən əmsallarla bəzi şeylər çıxır. Augsburg, Kubok oyunu daxil. Freiburg seriyanı qırdı. 8 oyunda yox qol oynayır dostlar. Hoffenheim'də oyuna soxan komandadır, bilirsiniz. Axırıncı oynadı, yeri gəlmişkən Hoffenheim'də neçə oyunda alt oynayır. 4 oyunda onu da fikir verdim. 1-1 də var, 1-0 da var. Şeyə uduzmuşlar. Outsider St. Pauli diyorsa Holstein Kiel idi. Onlara da 1-0 uduzmuşlar. Deyəsən St. Pauli idi. Bunun da qol-qolu 1.74'dür. Məsələn, bunu kombinləsəz, hələ təkcə Misri ilə deyirəm, 2.28'dir. Bu etopazda hara fırlasaz 2.50'dən yuxarı əmsaldır. Özünüzə baxa bilərsiniz. Ağlınıza batırsa təbii ki. Məsələn, Hoffenheimin oyunu da əmsallarla nə çıxmışdı, onu da deyim sizə. 2-1, 3-4, o da time 1-12 olub və 1-0. Düzdür, bu 1-0 Union Berlin, Wolfsburg oyununun əmsallarıdır. Amma bu, belə deyək də, mən burada seriyanın qırılmasını güdərəm əslində. Gəlməsə yenə də yazarıq kənara. Düzdür? Belə, bu qızınma hərəkətlərdə dostlar, yavaş-yavaş gedirik. Burada əmsallarla çıxanlarla, statistika ilə çıxanları ardıcıl sıralayıram. Deməli, Bavariya St. Pauli oyunu. 2 dənə oyun çıxdı. Biri 3-1. Yəni ideal əmsallarla çıxan bir oyundur. 3-1. Mən bir müddət əvvəl də paylaşmışdım. Deməli, Upamecano yoxdur. Bir də Alfonso Davies də milli arada zədələndi. Bavariyanın bax o zonası mənə çox maraqlıdır. Təbii ki, indi solda yəqin ki, Rafa Guerreiro oynayacaq. Ortada da Erik Dyer'i böyük ehtimal biz görə bilərik də. Kim Min-jae ilə tandemdə. Bilmirəm, başqa nə variant var orada. İndi Bavariya fanatları o liqanı daha yaxından izləyənlər. Mən də izləyirəm o yaxından, amma indi eksprompt olaraq ağlıma gəlmədi. Nəysə, önəmli deyil. St. Pauli ilə oyunda qələbə 2-500, 1-45 əmsaldır. 3-500 ilə qələbəsi 2-28 idi səhv etmirəmsə, 2-14 idi. Unutdum. Özünüz baxa bilərsiniz buna, ağlınıza batırsa. Partlaya bilərmi bu oyun? Məncə yox. Bavariya keçən dəfə bunu elədi. 2 dəfə dalbadal özü elədi. Bochumla time 1-12, bir də səfərdə xal itirdi də, yadınızdadır. Həmin gün hamı xal itirmişdi. Yoxsa yox, Bochumla oyundaydı o. Həmin gün. Dünən Leverkusen-də udub. Məncə milli aradan sonra biraz belə publikaya, darıxmış publikaya bir oyun ola bilər. Düzdür, rəqib biraz qapanan rəqibdir, amma net momentlərə girməyə bacaran komandadır onlar da. Oynayarlar məncə, yaxşı oynayarlar. Burada metrika Bavariyanın özünün ən azı 5-6 kornerini önə çıxardırdı. Buna indi hamı oynaya bilmir deyə, məsələn, topazdan buna rahat oynaya bilirsiniz də. Buna hamı oynaya bilmir deyə mən bura tərəf plus 3-də getdim. Ağlınıza batırsa təbii ki, ağlınıza batmırsa oynamağa məcbur deyilsiniz. Holstein Kiel Werder oyunu ilə bağlı da belə bir maraqlı statistika var. Amma əmsallar biraz beynimi qurdaladı. Deməli, burada bizə deyirlər ki, Werder hissə qazanar 1.43 ağlabatan əmsaldır. Yəni də baxa bilərsiniz. Werder'in, bir dəfə də bunu demişdim, deyəsəniz Leipziglə səfər oyununda. Werder'in yığdığı xalların 60%-ni Werder səfərdə yığıb. Hətta yazıda da Ole Werneri burada dedikodusunu eləyirdik. Plus bu metrikanın davamı olaraq özündən aşağıda olan komandalarla 3 səfər oyununda, belə deyək də liqanın dibində olan komandalarla Werder bu mövsüm 3-ün oyunun səfərində də 3-ünü də udub. Bu böyük ehtimal liqaya yeni qayıtmış komandalar nəzərdə tutulur. Bilmirəm, amma əmsallar burada maraqlı bir şey deyir bizə. Holstein Kiel də maraqlı komandadır da, bilirsiniz, oynamağı sevən komandadır. Burada 2 dənə oyun çıxdı. İkisi də İngiltərənin liqasındandır əslində. 2 dənə 3-3 çıxdı.
Bilmirəm, ağlınıza batırsa, məncə 2-5 üst yaxşı bir oyundur bu 2-5 üst baxımından. İkisi də belə deyək də tökəzləyən komandalardır, xalala ehtiyacı olan komandalardır. Müdafiə olunmağı o qədər də yaxşı bacaran komandalar deyil. Bu mənim müşahidələrimdir. Hücumda oynamağı sevən komandalardır, xüsusilə də Werder. Biz burada time'dan bəlkə də hərəkətlənmə görərik. Werder hissə qazanar, istəyirsiniz götürün. Amma üst oyunudur bu əslində mənə görə də. Üst oyunudur. Oynayaram mən buna. Geniş kuponuma qoyaram. Əmsalına açıq baxmadım, amma hissə qazanarı Werder'in 1.43'dür. Biraz mənə yem kimi gəldi bu. Həm də bu əmsallarla da bu çıxır 3-3. Oynayaq üstümüzü də istəyirik orada 98 plus olsun, bizə maraqlıdır. Sonra deməli burada nə var? Wolfsburg-Heidenheim. Heidenheim'ın bu mövsüm 18 oyunu ardıcıl olaraq time'da qolsuz olmayıb. Birinci hissə, mən bunu saytda da yerləşdirdim. Birinci hissə bir üst, yəni ikinci top gəlsə, birinci topda siz bir əmsalla geri qayıdır. İnşallah o qol olar. Bir üst olsa 1.47 əmsaldır. Yəni ikinci top gəlsə. 1.5 üst istəmirəm. Yəni biraz özümü sığortalayıram burada. Bu yaxşı seçimdir əslində. Etopazda bu yoxdur da. Məsələn, Mislidə bu var. Oynamaq olur. Sonra. Leeds Swansea oyunu var. 2 dənə 4-0 çıxdı. Dünən də Sheffield udub. Swansea da belə şey komandadır. Rahat komanda. Leeds'in evində, Ellen Road'da dəhşət saçır hücumu. 1 plus 1.5 üst. Nə bilim, böyük kupona. 1 plus 2.5 üst, 1.74 əmsal. Götürmək olar, istəsəz ağlınıza batırsa. Paralel Norwich West Bromwich oyunu var. Burada Championship'də biraz bilirsiniz də, dünya bir yana, Championship bir yanadır. Bu Türkiyə Liqası kimi bir şeydir. Bizim bir adını çəkməyəcəm. Bir VIP qrup üzvümüz var. Deyir, abi sən Allah Championship'i bizdən uzaq ola. Türklərə razıyam, onlardan yox. Yeri gəlmişə dünən VIP qrupda Türk kuponumuz gəldi. Çox maraqlıdır. Yaxşı düppədüz getdi. Kayserin zaten sizə demişdim ki, Kayserin qələbəsi çıxır. Orada Alanyan bir topun götürmüşdüm səfərdə, Ağdəniz derbisində, Aralıq dəniz derbisində. Bir də Fənərdəki düppədüzdə, yəni burada fikirləşdiyimiz də gəldi. Belə. Sonra, Norwich West Bromwich burada 1-1, 2-1, bu 2-1 Championship oyunudur. 2-2, bu da FA Cup oyunudur. Qol-qolu 1.72'dir. İstəsəz, ağlınıza batırsa, canlıdan dəyərləndirə bilərsiniz. Mənim işim burada sizə pas verməkdir. Espanyol, Atletico Madrid. Espanyolun belə bir oyunu var. Atletico Madridin də biraz ağlıma batdı nəyə görə? Espanyolun, fikir vermişsiniz, Espanyol açılıb, ardıcıl 7 oyunda qol vurur. Realı evindən əli boş göndərdi, uddu. Espanyol həqiqətən də yaxşı komandadır. Evində stabil olaraq vurur. Bir də bu Madrid, Kataloniya qarşı durmasıdır həm də. İndi bilmirəm nə qədər prinsipial oyundur o. Amma Espanyol bu liqanın köklü klublarından biridir, bunu bilirsiniz. Və ağlıma nə batdı? Atletico Madrid milli arada millilərə ən çox oyuncu verən komandadır, klublardan biridir və Cənubi Amerika belə deyək, komandanın onurğa sütunu Cənubi Amerikadır oyuncularıdır. Və məsələn fikir verdiniz, Rafinha ilə Araujo'nu dincəltdi yaxşı mənada dincəltdi. Fancy flick. Niyə? Çünki Amerikadan birbaşa reys, bilməm indi İspaniya var, necə gəlirlər, uzun bir məsafədir. Bu dincəlmə prosesi, bu önəmli şeylərdən biridir. Bilməm, bu nə qədər təsir eləyər. Biraz fikirləşdim ki, Espanyolun bir qoluna açılıb 1.66 əmsal. Ağlınıza batırsa, məsələn, geniş kupona niyə də yox, Atletico Madrid bu stabil buraxır. Götürmək olar. Espanyolun da xala ehtiyacı var. Və evində yaxşı oynayan komandadır. Yenə də analizi sizə buraxıram. Brighton Nottingham Forest oyununa isə bu yenə də FA Cup oyunudur. Burada iki seçim eləyəcəm. İkisini də yenə də fərqli kupona qoya bilərsiniz. Məsələn, bunu Como ilə oynamaq olar, o çarpaz şəkildə. Bu Chelsea Newcastle oyunun əmsallarıdır. 2-1. Brighton'un 2 topu 1.60 neçə əmsaldır. Ağlınıza batırsa Brighton hissə qazanar. Məncə Brighton time'da vuracaq. Məncə. Forest'in çünki FA Cup oyunları biraz özlərinə zülm eləyirlər həqiqətən də. Onlar da Chris Wood'u Zelandiyaya veriblər. Bu arada çıxdılar səhv etməsə onlar. Çıxdılar. Dünya çempionatında birbaşa vəsiqə qazandılar. Yeni Zelandiyalıdır da, bilirsiniz, Chris Wood. Elanga millidə oynayırdı, deməli, İsveçdə. Düzdür, o yoxlama oyunları idi onlarda 2 dəfə, sonra bilməm nətər oldu. Qol-qolunu bilməm, biraz 1.60 əmsalları falan açıq belə açıq o qədər sevmirəm. Məncə Brighton hissə qazanar, 1.41 əmsal, 1.42 əmsal, belə dəyişir. Yaxşı bir seçimdir. Brighton 2 topun riskinə gedərəm. Como 2 topu ilə məsələn götürmək olar, ağlınıza batırsa. Çünki mən Brightonu, mənim daimi izləyicəm bilir ki, mən bu komandanı bəyənirəm. Nə olur olsun, nəticədən asılı olmur. Bu komanda həqiqətən də çox yaxşı komandadır, dinamik komandadır. Hürçələrdə məşqçi olaraq bəyənirəm. Baxın, yəni ağlınıza batırsa bu oyunu dəyərləndirə bilərsiniz. Bir də Saint-Étienne PSG
Valla bu Daydayın PSG-si Diyanana oxşamır. Heyət önəmlidir burada təbii ki. Liqada, bu statistika üzərindən də biraz getdim, kömək eləyir adama. Liqada birinci hissədə ən az qol vuran, saytımızda var rəqəmlərlə neçə qol vurub. Birinci hissədə ən az qol vuran və ən çox qol buraxan komanda Saint-Étienne-dir. Rəqib kimdir? PSG. Birinci hissədə Çempionlar Liqasının repetisiyasını eləyib, ikinci hissədə o Barkolanın yerinə, indi atıram, Barkolanın yerinə Zaire Emery'ni, bu tərəfə Desire Doué'ni, bəlkə də Desire Doué startda çıxar, nə bilim, və s. və axır, bu rotasiyalara gedə bilər sonradan. Və oyunun da XG gözləntisi 1-3-dür. Birinci hissə 1-500, 1-57 əmsal idi. Ağlınıza batırsa dostlar, məndən prinsipcə bu qədər. Gözüm su içməyən bir oyun hissə deyəcəm, gözüm su içməyən bir oyun hissə deyəcəm. Ya da bilmirəm, okey deyim də, Gladbach-Leipzig oyununa, Freiburg-Leipzig oyunun əmsalları açılıb, bilmirəm, bu alta işarədir, yox qola işarədir, X-ə işarədir, bunların da analizi önəmlidir. Yadınızda bu yaxınlarda Freiburg-Leipzig oynadı, oyun 0-0 qutardı. Və o əmsallar açılıb. Belə dostlar, öpürəm sizi, bağırma basıram, Allaha əmanət olun, nə yaxşı ki varsınız. Çıxarkən bir bəyəni buraxsaz, mən sevinərəm şəxsən, belə, uğurlar.